Heç aybaşı vaxtı qoxu duyğunuzun dəyişdiyini hiss etmisiniz? Bəli, bu faktdır. Hormonlar qoxu reseptorlarınıza birbaşa təsir edir. Məsələn, bəzi qadınlar yumurtalama günlərində qoxunu daha kəskin hiss edir. Başqa günlərdə isə eyni ətir tamam fərqli gələ bilər. Deməli, bu ətir yaman da iylənir, nəyini almışam bunun deməyinizin səbəbi məsələ hormonlardır. Hormonal dəyişikliklər təkcə qoxuya yox, saç və dırnaqlara da təsir göstərir. Dırnaqlarınızın birdən-birə tez sınması, saçınızın tökülməsi çox vaxt gizli hormonal dəyişikliklərin siqnalıdır. Xüsusilə də doğuş sonrası dövrdə bu daha qabarıq şəkildə hiss olunur. Bəs qadın orqanizmi mövsümlərə necə uyğunlaşır? Yayda niyə daha enerjili, qışda isə daha yorğun oluruq? Səbəb sadədir. Günəş işığı D vitamini ilə yanaşı hormon səviyyələrimizin təbii dalğalanmasıdır. Deməli, əhvalımızın dəyişməsi bəzən sadəcə mövsümi hormonal oyundur.